Salam uşaqlar, bugünkü dərsimiz olacaq kubun və kuboidin tam səthinin sahəsi. Gəlin birinci uşaqlar kubdan başlayaq. Kubun tam səthinin sahəsinin tapılma düsturu var ki, S tam bərabərdir 6 vur A-nın kvadratı. Burada A kubun bir tilinin uzunluğudur. Bu düsturu biz uşaqlar əzbər bilməliyik. İndi gəlin, bu düstur necə yaranır, biz bunu necə tapırıq, onun üzərində işləyirik. Uşaqlar, birinci gəlin kubun şəklini seçək. Bu kubdur. Düzdür? Və biz ibtidai sinifdən keçmişik ki, kubun 6 üzü 12 tili və 8 təpəsi var. Və 6 üzünün 6'sı da bir-birinə bərabər olan kvadratdır. 12 tilinin də hər birinin uzunluğu bir-birinə bərabərdir. Biz uşaqlar bu kubun açılışını çəkək. Kubun açılışını çəksək, bizdə burada 6 dənə bərabər kvadrat olmalı. Düzdür? 1, 2, 3, 4, biri burada, biri də burada. 6 dənə bərabər kvadratdan bizə bir kub alır. Mən hər hansı bir kvadratın bunun sahəsini tapsam, kvadratın tərəfləri bərabərdir axı, düzdür. Bunun sahəsi A kvadrat olacaq. Onda bu da A kvadratdır, bərabərdir axı. Onda bu da A kvadratdır, bu da A kvadratdır, bu da A kvadratdır, bu da A kvadratdır. Düzdür. Onda 6 dənə A kvadratını toplasam mənə nə verəcək? 6 vur A kvadrat. Yəni bu düstur bu kubun açılışından alınır. Gəlin biz bunu indi misallar üzərində baxaq. Məsələn, uşaqlar, mənə kub veribdir. Deyir ki, kubun bir tili biz həmişə uşaqlar, baxın, bu kubun bir üzü, bu qabaqdakı üzü var. Həmişə çalışın bunun üzərində işləyin. Bu üz bizə nə verir? Kvadrat verir də, düzdür. Bütün üzləri kvadratdır. Kubun tili həm də kvadratın tərəfinə bərabər. İndi mənə deyir ki, kubun tili 5 santimdir. Onda deməli kvadratın tərəfi neçədir? Hər tərəfi 5 santimdir. Düzdür. Onda mən bu kvadratın sahəsini tapsam, 5'i 5'e vuraram. Neçə eləyər? 25 santimetrin kvadratı. Uşaqlar, deməli, bir üzünü tapdığım 25. Tam səthinin sahəsini tapsam, bu 25'dən bunun içində neçə dənədir? 6 dənə. Vururam 6'ya. Neçə eləyəcək? 150 kvadrat santimetr. Bir də var uşaqlar, yan səthinin sahəsi. Yan səthinin sahəsində tapanda uşaqlar, baxın, kubun açılışını bir daha burada sizin üçün çəkeyim. Deməli, burada da kubun açılışı düzdür. Uşaqlar, yan səthini istəyəndə mənə 1, 2, 3, bu 4 dənə yanı lazımdır. Yəni, bu iki tərəf yan səthə mənə lazım deyil. Uşaqlar, deməli, S yanını da tapanda 25'i vuracağım. 4 dənə yanı yoxdur. 4. Bu deyəcək 100 kvadrat santimetr. Yəni, S yanın düsturu 4 vur A-nın kvadratıdır. Deməli, buradan belə bir qayda çıxır ki, mən kubun tam səthinin sahəsini tapmaq istəyirəmsə, bir üzünü tapıb 6'ya vururam. Yan səthinin sahəsini tapmaq istəyirəmsə, bir üzünün sahəsini tapıb 4'ə vururam. Sonra, uşaqlar, biz deyək o kubun 6 tili var. Kubun tillərinin cəmini biz 12'ye böləndə kubun bir tilini tapırıq. Məsələn, mənə deyir ki, kubun tillərinin cəmi 96'dır. Onun sahəsini tap. Uşaqlar, tillərinin cəmi 96'dırsa, mən 96'nı 12'ye bölürəm. Eləyir 8. Bu kubun nə idi? Bir tili. Bir tilini tapdım. İndi bir üzünün sahəsini taparam. 8 vur 8.
64 santimetr kvadrat. Bu bir üzünün sahəsi. 64'ü də vuraram 6'ya. Bu da eləyər 384 kvadrat santimetr. Bu da tam səthinin sahəsi var. Deməli, birinci, tillərinin cəmini 12'ye bölüb bir tilini tapdım. Sonra tili tilə vurub sahəsini tapıram da düzdür. Tam səthinin sahəsi, bir üzünün sahəsini tapdım. 6 dənə olduğu üçün 6'ya vurub tamı tapdım. Yan səthin üstəsi bir üzünü də 4'ə vursam 264 kvadrat santimetr. Bu da yan səthinin sahəsidir. Deməli, bu da olur uşaqlar bizim ikinci qaydamız. Birinci qayda tili verəndə tam səthinin sahəsi tapılması. İkinci qayda tillərinin cəmi veriləndə tam səthinin tapılması. Üçüncü qaydamıza keçir uşaqlar. Üçdə də tam səthinin sahəsi veriləndə bir tili istəyir. Məsələn, deyir ki, kubun tam səthinin sahəsi 216 kvadrat santimetrdir. Məndən onun bir tilini istəyir. Uşaqlar, bu 216 6 dənə kvadratı toplayıb tapmışam da, düzdür? Mən ona görə 216'nı 6'ya bölərəm. Eləyər 36 kvadrat santimetr. Bu kubun bir üzünün sahəsidir. Uşaqlar, bir üzünün sahəsi 36 ise mən düşünürəm, belə düşünün də. Bu kubdur. Bu hər tərəf 6 dənəsi 216'dır. Mən tez 216'nı 6'ya böldüm. Tapdım ki, birinin sahəsi neçədir? 36. Sahə 36 sonda tərəf neçədir? 6. Tez düşünürük. Uşaqlar, neçə vursa 36 eləyər? 6. 1 metrində məndən istəsə uşaqlar. 6'nı vuraram 4'ə. 24 santimetr. Yəni şərt həmişə odur ki, uşaqlar, bizim əlimizdə kubun bir tili olsun. Kubun tili və ya kvadratın tərəfi də ikisini də deyə bilər. Onu biləndən sonra digər verilən bütün tapşırıqlar rahatlıqla yerinə yetirmək olur. Deməli, biz kubda 4 qayda öyrəndik. Birinci, S tam bərabərdir. A kvadratı vur 6 və ya bir üzünün sahəsi vur 6. S yan bərabərdir. A kvadrat vur 4 və ya bir üzünün sahəsini 4'ə vururam. İkincisi, tillərinin cəmini 12'ye bölürəm və bir tilini tapıram. Üçüncü, tam səthinin sahəsini 6'ya bölüb bir üzünün sahəsini tapıram. Bu 4 qaydanı bilərək uşaqlar, biz kuba aid olan bütün tapşırıqlar rahatlıqla yerinə getirə bilərik. İndi gəlin keçək kuboida. Kuboida biz düzbucaqlı piramida və ya düzbucaqlı paralelipiped də deyə bilərik. Kuboid uşaqlar, kibrit qutusu, ayaqqabının korobkasıdır, kitabın özüdür. Bunların hamısı kuboid formasındadır da, düzdür. Kuboidi də belə çəkə bilərik ki, düzbucaqlı formasında uşaqlar. Uşaqlar, kuboidi çəkəndə, baxın, burada kubda bütün tərəflər bərabər idi axı. Kuboiddə isə uzunluq, en və hündürlük var. Mən bunun tam səthinin sayəsini tapmaq üçün birinci bu qabaqdakı üzü tapıram. Uzunluğu hündürlüyə vururam da, düzdür. Bu yandakı üzü tapanda eni hündürlüyə vururam. Bu yuxarıdakı üzünü də tapanda uzunluğunu eninə vururam. Düzdür. Və bu tam səthinin sayəsinin hər üzündən 2 dənədir. Onu da mən belə yaza bilərəm. Uzunluq vur hündürlük. Uzunluq vur en. Bir də en vur hündürlük. Hamısını vurup toplayıb uşaqlar neçəyə vuraram?
2'yə vuraram da, düzdür? Vur 2. Niyə 2'yə vurdum uşaqlar? Bax, bu ön üzündən 2 dənədir. Bir öndədir, bir arxada. Bir sağda, bir solda, bir yuxarıda, bir də aşağıda. Hərəsindən 2 dənə olduğu üçün vurub toplayıb 2'yə vururum. Və ya belə də yaza bilərsiniz. A vur B plus A vur C plus B vur C vur 2. Yəni 2 qaydanın ikisi ilə də işləyə bilər. Məsələn, gəlin bir misal üzərində baxaq buna. Mənə versin ki, uşaqlar. Buralar silin. Deməli, buradan bizə versin düz bucaqlının şəkildə veribdir bizə. Düz bucaqlının uzunluğu 7 santim, eni 2 santim, uzunluğu 3 santimdir. Tam səthin sahəsi üstü yazıram. S tam. Birinci bu ön üzünü tapaq. 7'ni 3'ə vururam. Yanı tapıram. 3'ü vururam 2. Bir də oturacağını tapıram. 7'ni vururam 2 və ya yuxarı üzünü tapıram. Hamısını toplayıb 2'yə vururam. 21, 6, 14. Bu eləyir 27, 14 də gəlsəm üstünə 41. Bunu da 2'yə vursam uşaqlar 82 kvadrat santimetr. Bu tam səthinin sahəsidir uşaqlar. Yan səthinin sahəsini istəsə, baxın görək. Yanı necə taparam? S yan. Uşaqlar, yan səthinin sahəsində bir bura, bir də bura lazımdır. Yuxarısı lazım deyil. Yəni 7'ni 3'ə vuraram və 3'ü 2'yə vururam. Toplayıb vuraram 2'yə. Bu 21, bu 6, 27, bu deyil 54 kvadrat santimetr. Bu uşaqlar onun tam səthinin sahəsinin tapılması. Sonra bu birinci, ikinci düstur. Sonra uşaqlar kuboid də bizə nə verir? Kuboidin hər üzündən uşaqlar 2 dənədir. Hər üzündən bilirik, düzdür. Ona görə bəzən kuboidin üzlərini verir. Tam səthinin sahəsini istəyir. Məsələn, mənə deyir ki, kuboidin bir üzü 60 kvadrat santimetr, bir üzü 40 kvadrat santimetr, digər üzü isə 20 kvadrat santimetrdir. Mən deyir, bunun tam səthinin sahəsində. Uşaqlar, biz bilirik ki, bu 60'dan neçə dənədir? 2 dənə. 40'dan da 2 dənədir. 20'dən də 2 dənədir, düzdür. 20'nin bir tərəfi buradadır, 60'ın bir tərəfi aşağıda, 40'ın bir tərəfi aşağıda, 60'ın da bir tərəfi arxadadır, düzdür. Öncə hərəsində 2 dənə. Onda mən yaza bilərəm S tam bərabər düstul olaraq S1, S2, S3 topla vur 2'yə. Yəni 60 plus 40 plus 20 vur 2. Bu deyillərmi? 240 kvadrat santimetr. Deməli, sahələr verilsə, üçünün də sahəsini toplayıb 2'yə vururum. Bəzən uşaqlar, sahələr mənə verilir ikisi. Biri verilmir. Necə? Gəlin ona da baxaq. Məsələn, verilsin. Biri 40'dır, biri 20'dir, birini bilmirəm. Tam səthinin sahəsi də verib mənə 300. Bunu necə həll edirəm uşaqlar? Burada 3'ünü toplayıb 2'yə vuranda tam səthinin sahəsini olmuram. 40 plus 20 plus x vur 2 bərabər 300. Mən bunu tərsəmə işləyə bilərəm də uşaqlar. Düzdür. 300'ü bölərəm 2'yə 150. 150'dən də çıxaram 40 ilə 20'in cəmi 60. Cavabım eləyər 90 kvadrat santimetr. Yəni istənilən tipdə bunu bizə verə bilər. Sonra ən sonda uşaqlar kubun hər tilindən 4 dənədir. Belə çəkim, baxın. 4 dənə kubun uzunluğu var. Kubun 4 dənə eni var. Bir dəqiqə uşaqlar. Bunun 4 dənə eni var.
4 dənə də hündürlüyü var. Baxın. Deməli, kubun hər tirindən 4 dənədir. 4 dənə en, 4 dənə uzunluq, 4 dənə də hündürlüyü var. Yəni, istənilən iki tərəfini verib, üçüncü tərəfi istəsə, bir də tillərin cəmi verir. Eni də 4-ə vur, uzunu da 4-ə vur, ümumi tillərinin cəmindən çıxıb 4-ə bölə bilərəm.